Maide surəsi 55-ci ayə. Yəni Allah Subhanahu taala buyurur ki, həqiqətən onlar Allah və Rəsulü və möminlərin dostlarıdır. Kimlərdir? Əlləzinə, onlar ki, namaz qılarlar, zəkat verərlər və hum rakiun, rükû halında. Bəziləri bu ayə deyiblər ki, güya ki, bu ayə nazil olub, Əli ibn Əbi Talib, Ömər ibn Xattabın qaynatası, namaz qılanda rükuda, biri gəlib meçdə, deyib ki, mənə pul verin, zəkat. Əli ibn Əbi Talibin də güya ki, üzüyü olub, güya ki, namazda Əli ibn Əbi Talib fikir qapıdadır, uzadıb ki, gəl götür yəri. Namazda rükû verir. Birinci, namazda tərpənmək olmaz. Uşaq da bunu bilir. O ki, qaldı sahabi. Namazda tərpənmək olmaz, qaçı-qaçdır. Nə olub? Namazı qutarandan sonra verər də. Yəni, bu ayə heç bir əlaqəsi yoxdur. Özdə Əli ibn Əbi Talib kasıb idi, zəkat verən deyildi. Ona gəl, Fatimə radiyallahu anh müminə Ömər ibn Xattabın qaynanasını istəyəndə Peyğəmbər sallallahu aleyhi ve sellemlə Peyğəmbər sallallahu aleyhi ve sellem Əli ibn Əbi Talib dedi, nəyin var? Dedi, heç nə yoxdur, bir dənə qılıncınla zirəyin var və salağa heç nə yoxdur. Heç üzüyü olmuyor. Qaldı ələm üzüydən zəkat verər. Gördüyünüz kimi bu təkfirçi vahabilərin, sələflərin mübəlliğləri çalışırlar ki, Əhl-i Beyt əleyhissalamın fəzilətlərini dansınlar, inkar etsinlər. Bu videoda da bu adam çalışır ki, Həzrət Əli əleyhissalamın ən böyük fəzilətlərindən birinci, Quran-ı Kərimdə ayə nazil olubdu o haqda, onu inkar etsin, dansın onu. Amma mən sübut edəcəm ki, Maidə 55-ci ayə Həzrət Əli əleyhissalamın haqqında nazil olubdur. Ən böyük fəzilətlərdən də hesab olub Həzrət Əli əleyhissalama. Deməli, əzizlər, bu Yəhudi düzəltmiş firqə, vahabilər, ya həmən sələflər, bunlar özlərini nisbət verirlər sünniçilikə. Hamımız da bilirik ki, bunlar sünni deyirlər. Hamımız bunu bilirik. Bunlar bir Yəhudinin düzəltdiyi bir firqədir ki, azmış firqədir. Amma hər bir halda, çünki özləri nisbət verirlər sünniçilikə, gərək də sünni kitablarını qəbul etsinlər. Və biz də sünni kitablarından sübutlar gətirəcəyik bunların batil olduğuna, kəzzab olduqlarına, yalancı olduqlarına sübutlar gətirəcəyik. Diqqət edin, bu adamın cümlə sözlərini sizlərə təkrar edəcəm və onun cavabını da kitablarından gətirəcəm. Bu adam əvvəlcə deyir ki, bunu ancaq şiələr nisbət verir, yəni Maidə 55-ci ayəni ancaq şiələr nisbət verir Həzrət Əli əleyhissalama və deyirlər ki, güya Həzrət Əli əleyhissalamın üzüyü olubdu, güya fikri namaz qılarkən fikri qapıda olubdu və belə bir şey ola bilməz. Həzrət Əli əleyhissalam bu işi görməz, axı namaz qılırdı, fikri namazda olmalıdır, Allahın qabağında xuşu, xuzu, namazda tərpənmək olmaz. Hətta uşaq da bunu bilir ki, namazda tərpənmək olmaz. Bunun cavabı nədir? Səhih Buxariyə diqqət edin. Səhih Buxari bunların bir nömrəli kitabıdır. Dari ibn Kəsirdə Dəməşqdə də, Beyrutda da çap olunubdu. 2002-ci ildə birinci növbədə. Kitab-ı Salatda 135-ci səhifədə, 106-cı babda, 516-cı hədisdə deyir ki, diqqət edin. Ənə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm kənə yusalli və huvə hamilun umamətə bintə Zeynəbə binti Rasulillah sallallahu aleyhi və aleyhi və səlləm. Deyir ki, Allahın Rəsulu salavatullah aleyh deyir ki, həml eləyirdi namaz qılarkən ümaməni, harada? Boynunda ya belində. Ümaməni boynuna ya belinə götürmüşmüş Peyğəmbərimiz namazda. Diqqət edin. Fəiza səcədə və zəha. O zaman ki, Peyğəmbərimiz səcdəyə gedirmiş, ümaməni boynundan qoyurmuş yerə. Və izə qamı həmələha. Və o zaman ki, ayağa dururmuş, həmələha götürürmüş ümaməni ya belinə ya boynuna. Bəs siz təkfirçi vahabilər deyirdiniz ki, yox, tərpənmək olmaz namazda. Peyğəmbər tərpənməkdən də o tərəfə keçib. Peyğəmbəri deyirsiniz ki, Peyğəmbər ümaməni öz nəvəsini götürüb qoyurdu yerə, qaldırırdı boynuna. Bəs bu nədir? Cavabınız nədir buna? İkinci kitab Əl-Müstədrək Əl-Səhiheyn kitabı, Hakim İnişaburi sünnilərin ən böyük alimlərindən. Üçüncü cildində bu kitabın Kitab-ı Mərifəti Sahabə bölməsində 2 dənə hədis gətirib bu barədə. 4775-ci hədis və 4482-ci hədislər. Bu iki hədisdə, hər ikisi də hədis, səhih hədisdilər. Burada deyir ki, İmam Həsən və İmam Hüseyn əleyhissalamı Peyğəmbərimiz özü namaz qılarkən belinə mindirirmiş. Bu tərpənmək deyil, nədir? Gələndə səcdəyə qoyurmuş yerə və duranda mindirirmiş belinə boynuna. Buna da cavab verin. Ondan əlavə, əzizlər, Müsnəd Əhməd ibn Həmbəldə 40-cı cildində 24027-ci hədisdə Səhih Sünən-i Tirmizi ki, Albani yazıbdır. 1-ci cildində 69-cu babında 601-ci hədisində. Hər iki hədisi də özdə həsən sayıblar. Həsəndir sənədləri. Deməli, əzizlər, hər ikisi hədisdə Ayşədən nəql olunubdur. Ayşə deyir ki, Peyğəmbər evdə namaz qılırdı və mən getdim evin ağzına, qapının dalına. Peyğəmbər namaz qıla-qıla yeridi, gəldi, qapını açdı mənim üzümə. Qapını mənim üzümə açdı və həmən halda da yeriyə getdi, yenə də namazında durdu, namazını davam elədi. Bəs bu tərpənmək deyil, nədir? Ay insan,
Ay təkvirçi Vahabi. Həzrəti Əli əleyhissalamın namazı müstəhəbbi namaz olubdur. Hardan bilirik ki, namaz müstəhəbbi namaz olmağın? Əbu Zər deyir ki, biz Peyğəmbər ilə namaz qılırdıq, zöhr namazını qıldıq, bitirdik və bu hadisə baş verdi. Yəni Həzrəti Əli əleyhissalam zöhr namazından sonra müstəhəbbi namaz qılırmış ki, belə bir sail, yoxsul gəlibdi, məscidə keçibdi. Bunu da hamı bilir ki, müstəhəbbi namazı hər bir halda qılmaq olar. Yol yeriyə qılmaq olar, maşında qılmaq olar, təyyarədə qılmaq olar, yıxıldığı yerdə qılmaq olar, atın belində, nə bilim, dəvə belində. Hər halda müstəhəbbi namazdır, vacib namaz deyil ki. Müstəhəbbi namazı hər bir halda qılmaq olar. Bu bir, ikincisi də vacib namazlarda da olsa yenə də heç bir problemi yoxdur. Nə cür? Gəlil miqdarda, yəni az miqdarda hərəkət et, tərpənməyin, hərəkət yox, tərpənməyin heç bir işgalı yoxdur. Yəni Həzrəti Əli əleyhissalam gedib qapının ağzına getməyibdi ki, orada getsin, orada sahilə desin, hə gəl bura mənim əlimdən üzüyü çıxart. Xeyr, Həzrəti Əli əleyhissalam sadəcə əli ilə işarə edibdi. Əli ilə işarə edib sahildə gəlib çıxardıb barmağından üzüyü. Vəssalam. Ondan əlavə əzizlər, bunların Ömər ibn Xattabı görün nə oyunlar veribdi. Görün hələ öz gözlərində oxu görməyən özgə gözündə iynəni görür. Diqqət edin bunların kitabına. Əl-Müsənnəf İbn Əbi Şeybəhin Buxarinin ustadının kitabıdır bu kitab. Məktəbətür Rüşdədə çap olunubdur. Bunu təhqiq edən Həməd bin Əbdullah Əl-Cümə olubdur. Deməli 3-cü cildində Kitab-us Salatda 697-ci babda 7548-ci hədisdə gətirib baxın. Deyir ki, Kənə Ömər ibn Xattab yəqtulul qəmlətə fis salat. Ömər ibn Xattab namaz qıla-qıla bitbirə öldürürmüş əlinin üstündə. Hətta yəzhərəddəmuha əlayədi. O qədər bitbirə öldürülmüş əlinin üstündə, bədənində onun bitbirənin qanı çıxırmış, zahir olurmuş. Mən bunlara nə deyim axı? Bu sözləri, bu məsələləri öz kitablarında görməyən adam gəlib Həzrət Əli əleyhissalamın fəzilətini danır. Baxın, bizim mövlamızın fərqi ilə bu vahabilərin mövlalarının, xəlifələrinin fərqi budur. Bizim mövlamız Həzrət Əli əleyhissalam namaz qılarkən yoxsula zəkat verir, üzüyünü bağışlayır. Bunların mövlası Ömər ibn Xattab isə namazda bitbirə öldürür. O qədər də bitbirə öldürür ki, əlində qan izi gəlir. Qan zahir olur əlinin üstündə. Yəni hələ mən demirəm ki, Peyğəmbərimiz buyurubdu, "Ən-nəzafətu minəl iman." Nəzafət, təmizçilik imandan da. Ömər indi görün nə qədər bitbirə basmışmış. Ömər ibn Xattab namazı da buraxıbdı, bitbirə öldürülmüş əlində. Hətta bu Vahabilərin, sələflərin peyğəmbərləri, birinci peyğəmbərləri İbn Teymiyyə bu sözü, bu məsələni öz kitabında gətiribdi. Şərhül Ümdə fil Fiqh. Birinci cildində Kitab-ı Təharətdə Məktəbətül Üveykanda da çap olunubdu bu kitab. Deməli burada bu sözü gətirir, deyir ki, Ömər ibn Xattab və digər səhabələrdən bəziləri bu işi görürmüşlər. Özü də ki, İbn Teymiyyə bunu rədd eləmir. Demir ki, məsələn, bu zəifdir, bu qələtdir, belə bir şey də demir. Rədd eləmir. Hətta bunların ikinci peyğəmbərləri Muhammed ibn Abdülvahhab öz kitabında Muxtəsərül İnsaf və Şərhül Kəbir kitabında deyir ki, namazda bəli bitbirə öldürmək olar. Caizdir. Deyir, niyə? Çünki Ömər ibn Xattab bu işi görübdü. Yəni bu məsələni səhih bilirlər, düzgün bilirlər ki, bu hökmü də fitvanı da verirlər. Bu adam sonra deyir ki, qaça-qaçdı namazdan sonra verərdi da. Nə üçün elə gərək namazda verərdi? Qaça-qaçdı. Nə olub? Namazı qutarandan sonra verər də. Bunun cavabı Təfsirul Bəyzavi verir. Bəyzavi sünnilərin ən böyük müfəssirlərindəndir ki, bir təfsir yazıbda adı Ənvarut Tənzil və Əsrarut Təvil, Əl-Məruf bi Təfsiri Bəyzavi. Deməli bu təfsirdə, bu təfsirin elə Maidə 55-ci ayənin təfsirində yazır. Deyir ki, yu'tunəz zəkat fi hali rukuihim fi salat hirsən ələl ihsani və musarihi ilə. Bu adamın sözünə cavab daha deyir ki, qaça-qaçdı, bəs namazdan sonra verərdi. Bəyzavi deyir ki, bilirsiniz niyə namazda rüku halında zəkatı verirlər? Buna görə ki, hərisdilər ki, ehsan versinlər. Tələsirlər ki, ehsan versinlər. Həzrət Əli əleyhissalam candan başdan gedir ki, yoxsula kömək eləsin. Ona görə də namazda rüku halında işarə edir yoxsula ki, gəlib üzüyü əlindən çıxarsın. Ondan da əlavə o qədər müsəlman var idi. Heç birisi kömək eləmədi. Siz nəzərdə alın, orada müsəlmanların heç biri kömək eləməyə və o yoxsulda çıxıb gedə çölə. Məsələn, nə baş verər? Onda nə fikirlər yaranar? Həzrət Əli əleyhissalam ehsan verməyə, yaxşılıq eləməyə, infaq eləməyə həmişə tələskən olubdur. Burada Bəyzavi deyir ki, bəli, bu ayə nazil olubdur Həzrət Əli əleyhissalam haqqında. Bu adam deyir ki, sözlərində deyir ki, bu ayənin heç bir dəxli yoxdur Həzrət Əli əleyhissalama.
Baxın buna, sözündən diqqət eləyin. Yəni bu ayə heç bir əlaqəsi yoxdur. Özdə Əli ibn Əbi Talib kasıb idi, zəkat verən deyildi. Görürsünüzmü? Deyir, heç bir dəxli yoxdur Həzrət Əli əleyhissalama. Halbuki sünnilərin müfəssirləri deyir ki, Həzrət Əli əleyhissalamın haqqında nazil olubdu. Bəyzavi deyir ki, və innaha nəzələt fi Əliyyin radiyallahu anh. Ondan sonra Təfsirül Kəşraf, Ziməxşəri sünnilərin ən böyük alimlərindəndir. Öz təfsirində deyir ki, bu ayənin, yəni 55-ci Maidə surəsinin 55-ci ayəsinin təfsirində deyir ki, və innəhə nəzələt fi Əliyyin kərrəmallahu vəcəhə hinə səələhu sailun və huvə raki' fi salatihi fətərəhə ləhu xatəmə. Deyir ki, bu ayə Əli əleyhissalamın haqqında nazil olubdur. O zaman ki, bir yoxsul gəldi, kömək istədi və Həzrət Əli əleyhissalam öz üzüyünü ona bağışladı. Ondan sonra təfsiri Təbəri. Təbəri sünnilərin, vahabilərin, yəni başına and içdiyi adamdır. Yəni bu qədər böyük adamdır sünni dünyasında, vahabi dünyasında. Bu Təbərinin təfsirində də yenə də neçə dənə onlarla hədis gətiribdir ki, bəli, Həzrət Əli əleyhissalamın haqqında nazil olubdur bu ayə və Həzrət Əli əleyhissalam yoxsula üzüyü veribdir. Ondan əlavə Əd-Durrul Mənsur fi Təfsiril Məsur kitabında Siyutinin ən böyük sünni alimidir ki, bu təfsirin öz təfsir kitabında 12 dənə hədis gətirir burada. Əzizlər, bu ayənin təfsirində 12 dənə hədis gətirir ki, hamısı deyir ki, bəli, Həzrət Əli əleyhissalamın haqqında nazil olubdu bu ayə və yoxsula kömək eləyibdi. Bu adam deyir ki, bu təkfirçi vahabi deyir ki, heç kəs buna deməyibdi. Yəni heç bir dəxli yoxdur Həzrət Əli əleyhissalama. Amma sünni alimləri deyirlər ki, müfəssirlər icma eləyibdi. İttifaq ediblər ki, bəli, Həzrət Əli əleyhissalamın haqqında nazil olubdur. Əl-Məvaqif fi İlmil Kəlam kitabı. İcinin Əbdurrahman ibn Əhməd Əl-İcinin kitabıdır. Aləmül Kutubda çap olunubdur bu kitab. 405-ci səhifəsində deyir ki, və əcməə əimmətut təfsir ennəl murad əliyyur. Deyir, icma olunubdur. Bütün müfəssirlərin cəmi deyiblər ki, bəli, Həzrət Əli əleyhissalamın haqqında nazil olub bu ayə. Ondan əlavə, əzizlər, Əlaəddin Əliy ibn Muhammed Hənəfi Şərh Təcridül Etiqadatda deyibdir ki, bəli, bütün müfəssirlər ittifaq ediblər, icma ediblər ki, bu ayə Həzrət Əli əleyhissalamın haqqında nazil olubdur. Səədəddin Təftazani sünnilərin böyük alimlərindən Şərhül Məqasid fi İlmil Kəlamda da deyir ki, bəli, müfəssirlər icma edibdir ki, bu ayə Həzrət Əli əleyhissalamın haqqında nazil olubdur. Zahil olduğun bu sözündən anlayın. Bu sözünə diqqət eləyin. Əli ibn Əbi Talib kasıb idi, zəkat verən deyildi. Ona gəl Fatimə radiyallahu anh möminə Ömər bin Xattabın qaynanasını istəyəndə Peyğəmbər sallallahu aleyhi ve sellemlə Peyğəmbər sallallahu aleyhi ve sellem Əli ibn Əbi Talib dedi, nəyin var? Dedi, heç nə yoxdur, bir dənə qılıncı nazirəyin var və salam, heç nə yoxdur. Heç üzüyü olmuyor. Qaldı ələm üzüydən zəkat verər. Deyir ki, Həzrət Əli əleyhissalamın heç üzüyü yox idi ki, onu bağışlasın. Çünki Həzrət Əli əleyhissalam ki, getdi elçiliyə, Peyğəmbərimizin qızının elçiliyinə. Həzrət Peyğəmbər soruşdu ki, nəyin vardı ya Əli? Həzrət Əli də buyurubdur ki, mənim bir zirehim var, bir qılıncım vardı. Deyir, burada qılıncdan və zirehdən söhbət edir, yəni üzük yoxdur. Hələ bu adam anlamır, başa düşmür ki, Həzrət Əli əleyhissalam ilə Həzrət Zəhranın evliliyi 2-ci ya 3-cü hicrət ilində baş veribdi. Maidə surəsi isə 9-cu və 10-cu hicrət ilində nazil olubdu. Həmən zamanlarda da Həzrət Əli əleyhissalam digər müsəlmanlar kimi elə də kasıb bir insan deyildi. Yəni o həddə də kasıb bir insan deyildi ki, bir üzücü də olmuya. Eynən babaları kimi Əbu Bəkir, Ömər, Osman, Muaviyə, Yezid kimi onlar necə Həzrət Əli əleyhissalamla düşmənçilik eləyirdilər? Bu adamlar da elə onların davamçılarıdır. Bunları mən heç deyə bilərəm ki, qınamıram ki, niyə üçün Əli əleyhissalamın, Əhl-i Beytin niyə fəzilətlərini danırsınız? Çünki bilirəm ki, artıq bunlar onların elə davamçısıdır. Necə ki, Muaviyə, Yezid çalışırdı, Həzrət Əli əleyhissalamın fəzilətini gətirələr aşağı, fəzilətlərini inkar eləyirdilər. Bu insanlar da eynən o işləri görürlər.